Mən belə fikrə gəldim ki, daha Avropada yaşayan bizimkilərə qarşı cavab formasında və yaxud hansısa bir formada videolar çəkməyəcəm. Çünki ləzzət eləmir ki, öz millətimizin nümayəndələri bir-birini qırırlar. Mənim üçün də o qədər fərqli, önəmli deyil kim düzdür, kim yanlış. Amma görürəm ki, ətrafdan bizə baxan bizim əsl düşmənlərimiz çox xoşbəxtlər ki, biz bir-birimizi bax belə sındırırıq. Ona görə bütün Azərbaycan xalqına, Azərbaycanda və yaxud xaricdə yaşayan nümayəndələrimizə, xalqımızın oğullarına can sağlığı arzu eləyirəm. Gəlin mehriban olaq, həmrəy olaq, xoşbəxt olaq və bəsdirin bir-birimizi qırmaq. Çünki biz bir-birimizə qarşı ifadələri, sporlarımızı, söyüşlərimizi ortaya çıxardanda qalib yalnız düşmən ola bilər. Biz bir-birimizi qırsaq, onlar həmin yerdə saraylarını tikəcəklər. Var olun, bu ilə mən bu mövzunu Avropada yaşayan bizimkilərlə tamamilə bağlayıram və yenə də kimin qanında heç olmasa 1 qram Azərbaycan qanı var, kimin ürəyi Azərbaycanla döyünür, hamıya yalnız can sağlığı, fərqi yoxdur onun strateji və yaxud siyasət mövzusu. Yox, o vacib deyil mənim üçün. Mənim üçün vacib odur ki, xalqımız bir-birini qırmasın. Hamıya can sağlığı arzu edirəm. Var olun, sağ olun.